Salam əziz izləyicilər, əziz yoldaşlar, əziz beşincilər, hər birinizi xoş gördük. Biz sizinlə 5-ci sinifin yenilənmiş Azərbaycan dili kitabından 4-cü fəsildə olan Cığır açan qadınlar mətni və onunla bağlı olan sualların izahlarına baxmağa çalışacağıq. İzahdan öncə sizdən bir xahişim var yoldaşlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Deməli, Günəş qəzetinin 8 nömrəsi verilib, 14 may 2024. Burada 8-ci nömrəsi deməli Firdun bəy və Badi Sabah xanım haqqında məlumat verir. Onların fəaliyyəti haqqında qısa şəkildə məlumat verir və onlara uyğun rubrikalarda verilib burada. Deməli biz birinci başlayırıq söz boğçası hissəsində sözlərin mənalarına baxmağa. Deməli yoldaşlar, ziyalı sözü nə idi? Ziyalı oxumuş, savadlı adam, mədəni, savadlı adam ziyalı adlanır. Deməli, oxumuş, mədəni, savadlı adam ziyalı deməkdir. Sonra cığır açmaq. Cığır açmaq, belə deyək də, yenilik etmək, yeni istiqamətin, yeni formanın əsasını qoymaq mənasına gəlib çıxır. Cığır açmaq. Poeziya şeir deməkdir. Nəzmlə yazılmış əsərə poeziya, yəni nəzmlə yazılmış şeirdir, şeir adlanır. Sonra qəlbi yoldaşlar dialekt sözdür. Hündür deməkdir, yüksək hündür deməkdir. Sonra çevriliş bu mətndə mənası o deməkdir ki, çevrilişin bir şeyin inkişafında kəskin dönüş eləməkdir. Köklü dəyişiklik eləmək çevrilişdir. Məsələn, deyir ki, o təhsil yolunda çevriliş elədi, yəni yenilik elədi, kəskin dönüş elədi. Bu çevriliş adlanır. Söz boğçası ilə bağlı suallara cavab verdik. Sonra keçirik nə anladın sinəsinə. Bir qəzetlə bağlı sualları cavablandırın. Birinci, qəzetin bu nömrəsi hansı mövzuya həsr olunmuşdur? Qəzetin bu nömrəsində biz hansı mövzunu görürük? Firdun bəy Köçərli və onun xanımı Badi Sabah xanımın belə deyək də maarifçilik fəaliyyətlərindən, onların təhsilə, kimsəsiz uşaqlara göstərdiyi qayğılardan, Azərbaycanın gələcəyi uğrunda, gənclərinin gələcəyi uğrunda göstərdikləri fədakarlıqdan bəhs eləyir. Yəni bu hissədə bunun şahidi oluruq biz. Sonra ikincidədir. Qəzetdə hansı rubrikalar var? Rubrika nə idi? Qəzetdə, jurnalda, səhifənin, bölmənin başlığı. Başlıqdır. Bir sıra nəşrlərdə təkrarlanan bölmə rubrika adlanır. Baxın burada məsələn Azərbaycan ziyalıları rubrikası var. Sonra cığır açan qadınlar rubrikası var. Sonra bu hissədə poeziya dəqiqələri rubrikası var. Sonra mütaliə güşəsi rubrikası var. Tarixdə bugün adlı bir rubrikalar var. Onların da hər birini oxumaq lazımdır. Sonra üçüncü tapşırıq odur ki, cığır açan qadınlar ifadəsini izah edin. Sizcə rubrika nə üçün belə adlandırılıb? Deməli yoldaşlar, cığır açmaq nə idi? Yenilik etməkdə, yeni istiqamətin əsasını qoymaq anlamını ifadə eləyir. İzah edin, sizcə rubrika nə üçün belə adlandırılıb? Baxın, bu hissədə var cığır açan qadınlar, yəni yenilik gətirən. Məsələn, Leyla Məmmədbəyova Şərqin ilk qadın təyyarəçisi olub. Sonra Ağabacı Rızayeva Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Şövkət Məmmədova Azərbaycanın ilk peşəkar qadın müğənnisidir. Sonra Qəmər Almazzadə Şərqin ilk qadın balet meysteridir. Deməli, bunlar da yeniliklər gətiriblər, kəskin dönüşlər eləyiblər və bu da bir çox onlara baxan şəxslər üçün bir belə deyək də motivasiya, ruhlandırıcı bir mövqe sərgiləyib. Onların cığırı ilə, onların yolu ilə getmək istəyən yəqin ki, yüzlərlə, minlərlə şəxsiyyətlər olub. Ona görə rubrika belə adlandırıla bilər. Yəni yenilik gətiriblər, çevriliş eləyiblər. Bu rubrikanın adı da cığır açan qadınlar anlamına gəlib çıxdı. Sonra real şəxsiyyətlərin həyatını əks etdirən kitabları oxunması hansı faydaları ola bilər? Tapşırığımız belədir. Deyir ki, real şəxsiyyətlərin həyatını əks etdirən kitabları oxumağın hansı faydaları var?
Deməli yoldaşlar, real şəxsiyyətlərin həyatını əks etdirən kitablar oxumağın bir çox faydası ola bilər. Məsələn, real şəxsiyyətlərin həyatını oxuyan adamlarda onlardan ilhamlanma və yaxud da motivasiya kimi bir xüsusiyyətlər götürə bilərlər. Məsələn, uğur qazanmış və ya çətinliklərə baxmayaraq mübarizə aparmış insanların hekayələrini oxucunu ruhlandıra və ya həyatına müsbət təsir göstərə bilər. Deməli, onların həyatını oxuyan və yaxud da onların fəaliyyətləri ilə tanış olan bir şəxs bundan belə deyək ilhamlana bilər, motivasiya ala bilər və o da həmin istiqamətdə fəaliyyətlərə başlaya bilər, həmin istiqamətdə səylərə başlaya bilər. Sonra məsələn həyat təcrübəsi qazana bilər. Bu cür kitablar vasitəsilə insan başqalarının təcrübəsindən öyrənə bilər, onların səhvlərindən dərs ala bilər, düzgün qərarlar verməyə bacarığını inkişaf etdirə bilər. Yəni biz o real şəxslərin həyatını oxuduqca onların məsələn səhvlərini təkrar eləməməyə çalışacağıq. Səhvlərindən biz özümüz nəticə çıxarmağa çalışacağıq və o səhvləri etməmək üçün daha yaxşı çalışmağa başlayacağıq. Sonra və sair kimi bir faydaları ola bilər real şəxslərin həyatını oxumaq. Poeziya dəqiqələri C-dəki tapşırıq. Poeziya dəqiqələri rubrikasında verilmiş şeirlərdə bənzətmələri seçin. Oxuduğunuz mətnlərdən və ya həyatdan nümunələr gətirməklə şeirin ikinci mizasını əsaslandırın. Deməli, bənzətmə və yaxud da təşbih ifadəsini bəlkə də eşidibsiz. Deməli, nəyinsə bir şeyin müəyyən bir xüsusiyyətinə görə bəzi şeylərə, başqa bir şeyə bənzədilməsi təşbih və yaxud da bənzətmə deyilir. Misra isə şeirdə hər sətr, hər xətt misra adlanır. Bizə ikinci misranı soruşur. Orada ikinci misra hansıdır? Silərlə cahandan kədəri yası. Bu isə misra adlanır. Deməli, biz ilk öncə bənzətmələr tapaq poeziya dəqiqələri rubrikasında. Deyir, şeiri oxuyaq. Deyir, analar günəşdən aydan qəlbidir. Yəni hündürdür mənasında. Qəlbi sözünün biz mənasını öyrəndik. Qabaqda qəlbi hündür, yüksək deməkdir. Analar günəşdən aydan qəlbidir. Silərlər cahandan kədəri, yası. Dünyanın paytaxtı ana qəlbidir. Dünyanın ilk himni ana laylası. Anasız olmasın ömrü heç kəsin. Günəş tək nur səpir eşqi cahana. Everest zirvəsi qoy inciməsin. Dünyada ən uca zirvədir ana. Yaxşı şeirdir, gözəl şeirdir. Deməli, baxın burada bənzətmə hansıdır deyir? Günəş tək nur səpir eşqi cahana. Yəni günəş kimi, günəşə bənzədir. Ananın cahana nur səpməyi günəşə bənzədilir. Yəni günəş kimi nur səpir onun eşqi cahana. Burada günəş tək nur səpir hissəsi bənzətməyə nümunədir. Burada da deyir ki, şeirin ikinci misrasında həyatdan nümunələr gətirməklə şeirin ikinci misrasını əsaslandırın. Silərlə cahandan kədəri yası. Deməli, yoldaşlar, belə deyək də, analar dünyada böyük varlıqlardır. Onların varlığı, onların bizim yanımızda olması kədərin, yasın bizdən uzaq olmasına səbəb olan amillərdən biridir. Yəni, anaların bizə olan dəstəkləri, bizə olan belə deyək də, xoş sözləri, bizə olan dəstəkləri kədərimizin, yasımızın itməsinə səbəb olan amillərdən biridir. Belə bir izahlar verə bilərsiniz. Öz şəxsi düşüncələriniz ola bilər və yaxud da analarınızın sizə göstərdikləri o xoş nəvaziş və yaxud da sizə göstərdikləri bir xoş sözün, xoş təsirin, bir motivasiyanın sizin o kədərinizi, yasınızı necə belə deyək də itdiyini, itələdiyini göstərəcək hər hansı bir real hadisə də ola bilər həyatınızda, onu yaza bilərsiniz. Araşdırma hissəsinin bu artıq biz sizin belə deyək də araşdırmalarınıza əsaslanan bir tapşırıqdır. Deyir ki, cığır açan qadınlar rubrikasında adı seçilən qadınlar sizcə həmin sahədə birinci olmaq üçün hansı çətinlik yaşayıblar? Bu barədə araşdırma aparıb təqdimat hazırlayın. Yaşadığı dövr və həyat, təhsil qarşısında çıxan maneələr, tarixə düşən xidmətləri. Deməli, yoldaşlar, belə deyək də Google platformasından istifadə edərək Leyla Məmmədiyarova, cığır açan qadınlar hissəsində bunlardır. Leyla Məmmədbəyova, Ağabacı Rızayeva, Şövkət Məmmədova, Qəmər Almazsadəni yazıb orada onların fəaliyyətlərinə, həyat yolundakı çətinliklərinə, bu məqsədlərinə çatmaq üçün apardıqları mübarizələr haqqında məlumat ala bilərsiniz. Onların yaşadığı dövr və həyat haqqında,
təhsilinə qarşısına çıxan maneələr haqqında, tarixən düşən xidmətlər haqqında təqdimat hazırlamaq mümkündür. İndi biz keçək bu hissəyə aid olan dil qaydaları ilə bağlı olan tapşırıqlara, sadə və mürəkkəb cümlələr hissəsinə. Deməli, biz bundan əvvəlki hissələrdə cümlənin qrammatik əsası deyə bir hissə keçmişdik. Cümlənin qrammatik əsası nə idi? Mübtəda və xəbər. Deməli, bunlar mübtəda və xəbər cümlənin qrammatik əsasıdır. Mübtəda nə idi? Xəbərlə müəyyənləşən şəxsi və ya əşyanı bildirən cümlə özünə mübtəda deyilir. Sualları kim, nə, hara suallarına cavab verirdi. Xəbər isə mübtədaya aid hərəkət və ya hökmü bildirirdi. Suallar isə nə edir, nə edəcək, necədir, haradadır və s. kimi çoxlu sualları var xəbərin. İndi 3-cü A tapşırığına baxırıq. Deyir, hansı cümlənin 2 qrammatik əsası var? Yəni 2 dənə mübtəda və xəbər var. Mərdan pəncərəni bağladı çünki güclü külək başlamışdı. Deməli, nə etdi? Bağladı. Kim? Mərdan. Bir dənə mübtəda xəbər var. Çünki güclü külək başlamışdı. Başlamışdı nə? Külək. Bax, burada külək mübtədası ilə başlamışdı xəbəri var. Burada isə bağladı xəbəri ilə Mərdan mübtədası var. Birinci cümlənin 2 qrammatik əsası var. Yəni 2 mübtəda xəbəri var. Güclü küləyə görə Mərdan pəncərəni bağladı. Nə etdi? Bağladı. Kim? Mərdan. Nəyi? Pəncərəni. Niyə? Güclü küləyə görə. Burada bir dənə mübtəda xəbər var. Bağladı xəbər, Mərdan isə mübtəda. Demək, ikinci cümlə bizim şərtimizi ödəmir. Yadda saxla hissəsində mürəkkəb cümlələr haqqında məlumat verir. Deyir, mürəkkəb cümlələr sadə cümlələrin birləşməsindən yaranır. Belə cümlələr ən azı 2 qrammatik əsası var. Deməli, yoldaşlar, sadə və mürəkkəb cümlələr. Sadə cümlələrin 1 qrammatik əsası olur. Yəni, 1 mübtəda və xəbər olur. Bunlar sadə cümlələr. Mürəkkəb cümlələr isə 2 və daha artıq qrammatik əsası olur. Yəni, 2 mübtəda xəbəri və daha çox mübtəda xəbəri olan cümlələr mürəkkəb cümlələrdir. Bax, məsələn, deyir ki, quşlar oxuyur. Oxuyur, nə? Quşlar mübtəda xəbər. Çiçəklərin ətri ətrafa yayılırdı. Yayılırdı, nə? Çiçəklərin ətri. Burada da bir mübtəda xəbər var. İkinci cümlədə. Birinci cümlədə bir mübtəda xəbər var. Bu oldu mürəkkəb cümlə. 2 və daha artıq mübtəda xəbəri olduğu üçün bunlar sayılır nə? Mürəkkəb cümlə. Mürəkkəb. Sonra bəzi cümlələrdə bir mübtəda ilə bağlı 2 və daha çox xəbər olur. Belə cümlələr sadə cümlədir. Deməli, baxın, bunu izah edəcəm cümlə üzərində. Deyir ki, quşlar oxuyur. Nədir? Oxuyur. Nə? Quşlar. Budaqdan budağa qonurdular. Nə? Quşlar. Baxın, görürük ki, hər iki xəbər eyni mübtədaya aiddir. Bu artıq ayrı-ayrı mübtəda və xəbərlər olmadı ki, onun bir dənə mübtədası oldu, 2 xəbəri oldu. Belə cümlələr sadə cümlələrdir. Amma desəydim, məsələn, quşlar oxuyur, adam məst olur. Adam məst olur. Bu isə mürəkkəb cümlədir. Məst olur kim? Adam. Oxuyur. Nə? Quşlar. Burada isə ayrı-ayrı mübtəda və xəbəri var. Yəni, quşlar mübtədası da məst olur xəbərinə aid deyil. Quşlar oxuyur mübtədasının xəbərinə aiddir. Adam isə məst olur xəbərinə işlənir. Deməli, bunlar mürəkkəb cümlədir. Burada isə qonurdular da quşlara aiddir, oxuyur da quşlara aiddir. Bu isə sadə cümlədir. Başqa bir nümunə yazaq. Məsələn, bu hissədə. Məsələn, deyirəm ki, mən dedim, o qulaq asmadı. Qulaq asmadı. Nə etdi? Qulaq asmadı. Kim? O. Dedim. Kim? Mən. Bax, burada qulaq asmadı. Bu hissədə bir ayrı mübtəda xəbər var. Qulaq asmadı o-ya aiddir. Dedim xəbəri isə mənə aiddir. Deməli, bu mürəkkəb cümlədir. Amma məsələn desəm, mən oxudum, başa düşmədim. Nə etdim? Başa düşmədim. Kim? Mən. Nə etdim? Oxudum. Kim? Mən. Burada isə hər iki xəbər eyni mübtəda aiddir. Mən mübtədasına aiddir. Bu isə sadə cümlədir. Bu artıq mürəkkəb cümlə deyil. Yəqin ki, müəyyən qədər başa düşdünüz. İndi B-yə baxırıq. Deyir, mürəkkəb B-dəki tapşırığa. Mürəkkəb cümlələri müəyyən edin. Seçiminizi əsaslandırın. Leyla dərslərin mürəkkəb cümlə necə cümlə oldu? 2 və daha artıq mübtəda və xəbər olan cümlələr mürəkkəb cümlələrdir. Yəni, hər xəbər ayrı-ayrı mübtədaya aiddirsə, bu mürəkkəb cümlədir. Yoxsa xəbərlər
eyni mübtədaya aiddirsə və yaxud da mübtədalar eyni xəbərə aiddirsə, bu sadə cümlədir. Məsələn, mübtədaların eyni xəbərə aid olduğu cümlədə deyim. Məsələn, deyirəm ki, Əli və Mərdan gəldilər. Nə etdilər? Gəldilər. Kim? Mərdan. Kim? Əli. Burada belə deyək də, Əli və Mərdan sözləri eyni xəbərlə əlaqəyə girir. Bu sadə cümlədir, mürəkkəb cümlə deyil. İndi baxırıq. Deyir ki, Leyla dərsləri oxudu, tapşırıqları yazdı. Nə etdi? Oxudu. Kim? Leyla. Nə etdi? Yazdı. Kim? Leyla. Burada hər iki xəbər eyni mübtəda tərəfindən icra olunur. Yəni, eyni mübtədaya aiddir. Bu sadə cümlədir, mürəkkəb cümlə deyil. Məsələn, desə, Leyla dərslərini oxudu, o tapşırıqlarını yazdı. O olsaydı bu da artıq mürəkkəb cümlə oldu. Yazdı kim? O. Bunun isə ayrı mübtədası olacaqdı. Deməli, bu mürəkkəb cümlə hesab edə bilərik. Amma burada da mübtəda olmadığı üçün bu xəbər Leyla mübtədasına aiddir. Bu da olur sadə cümlə. Məşqi hiss etdi ki, balaca uşaqlar çox yorulub. Aha, bu mürəkkəb cümlədir. Hardan bilirəm? Hiss etdi kim? Məşqçi. Balaca uşaqlar çox yorulub. Yorulub. Kim? Uşaqlar. Burada uşaqlar mübtədası xəbərlə, bu yorulub xəbərinə əlaqəyə girib. Burada məşqçi mübtədası hiss etdi xəbərinə əlaqəyə girib. Ayrı-ayrı mübtəda xəbəri olduğu üçün bu mürəkkəb cümlədir. Mürəkkəb. Sinifimizin şagirdləri həyətdə futbol oynayırdılar. Kim? Sinifimizin şagirdləri nəyi oynayırdılar? Futbolu oynayırdılar. Tamamlıq. Arada həyətdə. Bu isə zərflidir. Burada bir dənə mübtəda xəbər var. Oynayırdılar xəbər, sinifimizin şagirdləri mübtəda. Bu isə sadə cümlədir. Sadə. Sonra bayaq göy güruldadı, güclü yağış yağdı. Güruldadı. Nə? Göy. Mübtəda xəbər. Güclü yağış yağdı. Yağdı. Nə? Yağış. Bu da yağış mübtədası ilə yağdı xəbəri ayrıdır. Güruldadı ilə göy, güruldadı xəbəri ilə göy mübtədası ayrıdır. Bunun ayrı-ayrı mübtəda xəbəri olduğu üçün bu mürəkkəb cümlədir. Deməli, birinci cümlə oldu sadə, ikinci mürəkkəb, üçüncü sadə, dördüncü mürəkkəb, beşinciyə baxırıq. Biz meşədə çox qalmadıq. Rütubətli və soyuq havada üşüyürdük. Baxın, qalmadıq. Kim? Biz. Üşüyürdük. Kim? Biz. Baxın, hər iki xəbər biz mübtədasına aiddir. Eyni mübtədaya aiddir. Bu olur sadə cümlə. 5 də oldu sadə. Deməli, burada ikinci cümlə ilə dördüncü cümlə mürəkkəb cümlədir. C-dəki tapşırıq. Sadə cümlələri məzmuna görə uyğunlaşdırıb mürəkkəb cümlələr düzəldin. Hər bir mürəkkəb cümlənin qrammatik əsasının altından xətt çəkin. Deməli, nəhayət sentyabr gəldi. Yay tətili başa çatdı. Bax, birinciyə uyğun gələcək hansı? B. Nəhayət sentyabr ayı gəldi. Yəni, sentyabr gəldi, yay tətili başa çatdı. Başa çatdı nə? Yay tətili. Gəldi nə? Sentyabr. Bunu da altından xətt çəkim. Sentyabr mübtəda xəbər gəldi. Yay tətili mübtəda başa çatdı da xəbər. Deməli, 1-ə uyğun oldu B. Anam pəncərəni taybatay açdı. Otağın havası xeyli dəyişdi. Bax, 2-yə aiddir. D. Otağın havası xeyli dəyişdi. Dəyişdi nə? Otağın havası. Bunun mübtəda xəbərini tapdıq. Dəyişdi xəbər, otağın havası isə mübtəda. Anam pəncərəni taybatay açdı. Nə etdi? Açdı. Kim? Anam. Açdı xəbər, anamsı mübtəda. 2-ni də tapdıq. Dünən mağaza bağlandı, təmir işləri başladı. Dünən mağaza bağlandı, təmir işi başladı. Deməli, 3-cü aiddir C-yə. Dünən mağaza bağlandı. Bağlandı nə? Mağaza. Təmir işləri başladı. Başladı nə? Təmir işləri. Burada başladı xəbər. Xəbər, təmir işləri mübtəda. Burada da bağlandı xəbər, mağaza isə mübtəda. Bakıda hava birdən-birə soyudu. Sulu qar yağmağa başladı. Bax, 4-cü cümləyə də A uyğundur. Başladı. Nə? Yox, yağmağa başladı. Nə? Qar. Burada yağmağa başladı xəbər. Qar isə mübtədadır. Başda hava birdən-birə soyudu. Soyudu nə? Hava. Soyudu xəbərdə, havada mübtədadır. Zəng səsi gəldi. Ev sahibi qapıya tərəf getdi. Deməli, 5-ci cümləyə də aiddir C. Ev sahibi qapıya tərəf getdi. Getdi kim? Ev sahibi. Burada getdi xəbərdir. Ev sahibi isə mübtəda. Zəng səsi eşidildi. Eşidildi nə? Zəng səsi. Burada eşidildi xəbərdir. Zəng səsi də mübtəda.
Yəqin ki, başa düşdünüz. C-yə baxırıq. Cümlələri elə davam etdirin ki, mürəkkəb cümlə yaransın. Aha. Fərid tədbirdə piano çalırdı. Salondakılar dinləyirdilər. Dinləyirdilər. Bax, çalırdı. Kim? Fərid. Mübtəda. Dinləyirdilər. Kim? Salondakılar. Ayrı-ayrı mübtəda xəbər olduğu üçün bu oldu mürəkkəb cümlə. Sonra ikinci cümləyə baxırıq. Biz məktubu dünən göndərmişik. Siz bu gün götürübsünüz. Götürübsünüz. Dərdin yazmıram. Ne edibsiniz? Götürübsünüz. Kim? Siz. Biz məktubu dünən göndərmişik. Göndərmişik. Kim? Biz. Ayrı-ayrı mübtəda xəbər oldu. Oldu mürəkkəb cümlə. Sonra növbəti cümləyə baxırıq. Babam yay tətilində məni dənizə apardı. Mən doyunca istirahət etdim. Doyunca istirahət etdim. Ne etdim? İstirahət etdim. Kim? Mən. Babam yay tətilində məni dənizə apardı. Apardı kim? Babam. Bunun da ayrı-ayrı xəbəri və mübtədası var. Mürəkkəb cümlə oldu. Sonra digər cümləyə baxaq. Bağban ağacların dibini bellədi. Atam onlara su verdi. Onlara su verdi. Ne etdi? Verdi. Kim? Atam. Bağban ağacların dibini bellədi. Bellədi. Kim? Bağban. Ayrı-ayrı mübtəda xəbəri var. Oldu mürəkkəb cümlə. Muzeyin işçiləri bizi hörmətlə qarşıladılar. Biz muzeyi çoxlu gəzdik. Ne etdik? Gəzdik. Kim? Biz. Muzeyin işçiləri bizi hörmətlə qarşıladılar. Kim? Muzeyin işçiləri. Ayrı-ayrı mübtəda xəbər deməli bu oldu mürəkkəb cümlə. Digər cümləyə baxırıq. Mürəkkəb cümlənin komponentləri müəyyən edin. Sizcə nə üçün komponentlər arasında məhz həmin bağlayıcılardan istifadə olunub? Komponent nədir? Bir şeyin tərkib hissəsi. Mürəkkəb cümlələri təşkil edən sadə cümlələr onun komponentləridir. Deyir ki, Ömər getmək istəyir, amma anası onu buraxmır. Buraxmır. Kim? Anası. Getmək istəyir. Kim? Ömər. Burada amma ancaq bağlayıcılar işlənir və qarşılaşdırma məzmunu gətirilib ortalığa. Yəni o getmək istəyir, ancaq anası buraxmır. Qarşılaşdırır hərəkətlər bir-birinə. Biri dedi, Ömər getmək istəyir, çünki birazdan futbol başlayacaq. Çünki isə səbəb məzmunu gətirib. Yəni Ömər niyə getmək istəyir? Çünki futbolu var, futbol başlayacaq ona görə. Başlayacaq nə? Futbol. Getmək istəyir. Kim? Ömər. Bu isə səbəb məzmunu bildirir. Yadda saxla hissəsini oxuyuruq. Mürəkkəb cümlədə bağlayıcı və vergül. Deməli deyir ki, mürəkkəb cümlənin komponentləri arasında bir çox hallarda bağlayıcılar iştirak edir. Həmin bağlayıcılar komponentlərin ifadə etdiyi fikirlər arasında əlaqəni müəyyənləşdirməyə kömək edir. Avtobus dayandı, çünki yanacağı qurtarmışdı. Yəni səbəb məzmunu bildirir, səbəb nəticə. Birinci komponent nəticəni bildirir, ikinci komponent isə səbəbini bildirir. Yəni avtobus niyə dayandı? Çünki yanacağı qurtarmışdı. Avtobus dayandı, amma heç kim yerindən tərpənmədi. Komponentlər fikirlər qarşılaşdırır. Yəni avtobus dayanıb, amma heç kim yerindən tərpənmir. Mürəkkəb cümlənin komponentlər arasında vergül hissəsi qoyulur. Lakin və bağlayıcısı işləndikdə vergüldən istifadə olunmur. Bəli, və bağlayıcısı vergülsüz işlənir. Ana Layla dedi, körpə yuxuya getdi. Deməli, yuxuya getdi körpə, dedi. Kim? Ana. Dedi ana, lakin körpə yata bilmədi. Körpə. Deməli, dedi ana və körpə yuxuya getdi körpə. Burada və bağlayıcısı vergüllə işlənmir. Amma lakin bağlayıcısından sonra əvvəl vergül qoyulur. Burada ümumiyyətlə bağlayıcısız bağlandı. İntonasiya ilə bağlanan birinci cümlə orada vergül qoyulur. B-də deyir, mürəkkəb cümlələrə uyğun bağlayıcılar əlavə edin. Həmin bağlayıcıların funksiyasını müəyyən edin. Bina hazırdır. Sakinlər yeni mənzillərə köçməyib. Bina hazırdır, amma. Deməli, birinci cümləyə amma uyğun gəlir. Qarşılaşdırma məzmunu baxaq. Ona görə.
Hə, deyir ki, bina hazırdır, amma deməli, amma sakinlər yeni mənzillərə köçməyib. Burada amma bağlayıcısı qoyulmalıdır bura və qarşılaşdırma məzmunu verir. Günay sürüşüb yıxıldı, yol buz bağlamışdı. Hə, burada nə var? Çünki. Çünki yol buz bağlamışdı. Çünkini buraya yazmalıyıq. Deməli, çünki. Sonra Vasif çox kitab oxumuşdu. Geniş dünyası var idi. Ona görə. Burada da səbəb məzmunu var. Oyunculara təlimat verildi, oyun başladı. Və oyun başladı. Bu da isə və bağlayıcısından istifadə olunmalıdır. Deməli, uşaqlar, birinci komponent səbəbi ikinci nəticənin olduğunu bildirir. Bu səbəb nəticə hansı idi? Günay yüz sürüb yığıldı, çünki yol buz bağlamışdı. Hə. Deməli, burada birinci nəticə olacaq. Günay sürüşüb yıxıldı, sonra çünki yol bağlamışdı. Onun da səbəbi ikinci cümlədə var. Deməli, 4-ə uyğundur B. Sonra bina hazırdır, amma sakinə yeni. Burada isə qarşılaşdırma məzmunu var. A uyğundur 2-yə. Sonra oyunculara təlimat verildi və oyun başladı. Burada hadisələrin ardıcılığı var. Yəni C yazılır 3-ə. Birinciyə uyğun olan Vasif çox kitab oxumuşdu. Geniş dünya görüşü var idi. Səbəb nə idi? Vasif çünki çox kitab yox. Başqa cümləni dedim. Vasif çox kitab oxumuşdu. O səbəbdir. Nəticədə də geniş dünya görüşü var idi. Bu da C də uyğun gəldi 1-ə. 1-ə C, 2-yə A, 3-ə C, 4-ə B. Dördüncü, axırıncıya baxırıq. Mürəkkəb cümlə komponentlər arasında vergül qoymaqla cümlələri köçürün. Qardaşım qarmon çalır, atam gür səslə oxuyurdu. Qardaşım qarmon çalır, vergül, atam gür səslə oxuyurdu. Çayda xeyli balıq var idi, amma biz əliboş qayıtdıq. Burada vergül olmalıdır, ammadan əvvəl. Dənizçilər ehtiyat edirdilər, çünki fırtına gözlənilirdi. Çünkidən əvvəl vergül qoyulur. Nar hələ yetişməyib, ona görə də mən pay gətirə bilmərəm, ona görə də əvvəl vergül qoyulur. Bu qədər, sağ olun, hər birinizə uğurlar.